Sizcə ağılsız adam yaxşılıq eləyə bilər? Yəni onun ən azından o yaxşılığı edəcək qədər düşüncəsi, empatiyası, köməyin lazım olduğunu başa düşəcək qədər hər hansı bir dünya görüşü, yaşadıkları və sair proseslər var. Hansı ki onun nəticəsində bilir ki, qarşısındakı insanın həsə köməyə ehtiyacı ola bilər və yaxud da ki ona çətin olmasın deyə qarşındakı insanın həyatını daha rahat, daha xoş olması üçün çalışır. Yəni əslində bu insanın başı azdan çoxdan işləyir. Amma indi gəlin maraqlı bir keçid eləyək. Yaxşı insanların həyatında niyə çətinliklər baş verir? Çünki bu insanlar əsasən öz həyatlarının dəyərini bilmədiyinə görə, qarşısındakının həyatının dəyərini daha üstün tutduğuna görə, öz yaşadıklarına görə başqaları da bunu yaşamasın deyə çalışdığına görə bəzən özünün nə yaşadığı, nə hiss etdiyi, hansı çətinliklərdən keçməyə davam etdiyi öz gözündən deyək ki, yayınır. Bu yaxşıdırmı, pisdirmi? Hər kəsin öz seçimidir, yəni necə yaşamaq istədiyi. Ancaq ki, şikayət etməlidirmi? Burası sual altındadır. Çünki əgər edən sənsənsə və ayıldın, başa düşürsən ki, sən artıq başqasının həyatına, başqalarının həyatına kömək etməklə eyni zamanda öz həyatını çətinləşdirirsən və gərəkdiyi geri dönüşü almırsansa, demək ki, nələrsə dəyişdirmək lazımdır. Yaxşı insan olmaq xoşdursa, təbii ki, davam edirsən. Amma özün üçün əgər naxoş insan olmağa başlamısansa, sən yaxşılıq edə biləcək qədər nə gücün qalacaq, nə enerjin qalacaq, nə sevə bilən bir qəlbin qalacaq. Ona görə də insan istədiyi kimi bir personaj olmaq üzərində işlədikdə, necə insan olmaq istəmədiyini dərk etdikdə, paralel olaraq hal-hazırda mən necə insanam və hal-hazırda mən resursumu nəyə sərf edirəm və nəyə yatırım edirəm deyə suallarını verməlidir və cavablarını da yetəri qədər aydın şəkildə özünə aydınlaşdırmalıdır. Çünki bizim enerjimiz, istifadə etdiyimiz, enerjimiz, sərf etdiyimiz enerjimiz bir yatırımdır. Nəyə yatırım etdiyimizə yaxşı baxmalıyıq. Bəzən başqalarının yaxşılığına yatırım etdiyimiz enerji özümüzün tükənməyinə belə səbəb ola bilir, təəssüf ki. Bu da nəyə görə başlayır? İlkin olaraq başqasının ağrısı mənimkindən daha vacibdir. Mən bu çətinliklərdən keçmişəm, başqası keçməsin. Mən onun üçün əlavə hansısa çətinliklərdən keçərəm düşüncəsi. Bu bizi bəzən daha sonra başqa bir çətinliklərlə əlavə olaraq üzləşməyimizə səbəb ola bilər. Hətta və hətta insanların öz təcrübəsini yaşamağına belə mane ola bilirik və bunun da cəzasını çəkirik. Ona görə də özümüz nə yaşamaq istəyirik və özümüzə nə yaşadırıq deyə yetəri qədər diqqətli olmaq lazım. Çünki insan öz həyatını bəzən həll edə bilmədiyinə görə, həll etməkdə çətinlik çəkdiyinə görə və ya üzləşmək istəmədiyi şeylər olduğuna görə başqalarının həyatını həll etməyə daha çox yönəlir.